Hal-hazırda Sabri kəndin girəcəyindeyiz. İllərdir buranın vəziyyəti bu cürədir. Bax, bu vəziyyətdədir. Qonşular əziyyət çəkirlər. Nə Sovet baxır, nə kəndin deputatı baxır, nə kəndin bizi təmsil edən mer bu işə baxır, nə bizi təmsil edən deputatlar. Heç bir insanlar neçə gündür bu insanların səsinə səs vermirlər. Vəziyyət budur, insanların təsərrüfatına, buzuna qardaş deyir, dama dolur. Cəmatın öyünə dolur. Yəni, belə mi olur? Seçiqə var, gəlirsiniz insanlardan, səs tələb edirsiniz, səs istəyirsiniz. Təəssüflər olsun ki, bu xalq da sizin qabağınızda sırf sizə səs verirlər. Vəziyyət çox acınacaqlıdır, bax buna bax, görə bilərsiniz. Yəni, su neçə gündür yollara axır, həm yolu xarab edilir, insanlara ziyan vurub. Yəni, buna bir əncam çəkən yoxdur. Dərdinizlə danışanda siyasi don geyindirməyə çalışırsınız. Bu bizim vəzifəmiz, bu mənim vəzifəmdir bir din xadimi ki, mən gələn insanların bu problemlərini çıxlandıram. Amma niyə gəlib baxmırsınız, haradasınız? Seçik hava gəlirsiniz, cəmaata boş-boş vədələr verirsiniz. Boş-boş şeylər danışırsınız. Gəlin bu cəmaatın bu dərstinə bax, şərik olun. Aha, cəmaatın öyünə dolur, eşiyinə dolur su. Bu su bir belə haraya getməlidir? Buduna bax, aha, cəmaatın qapısına dolur, buduna Mədinə xalaginin qapısına dolur. Bu cəmaat kimə desin dərdini? Bax, buduna bax, vəziyyət bu da, ha. Neçə gündür, dünəndən, sırahanından bu vəziyyətdədir. Belə olurmu bə yaxşı? Və siz Allaha nə cavab verəcəksiniz? O vəzifələrdə gedib oturub insanların haqqını əda eləmirsiniz, insanların sosial problemlərini həll eləmirsiniz. Və siz Allaha nə cavab verəcəksiniz? Sizin vicdanınız haradadır yəni? Sizdə vicdan deyilən bir şey yoxdur mu? Aidiyyəti qurumlar haradadılar? Bu cəmaat sözünü kimə desin? Kimdən geçin tələb eləsin haqqını?